Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz çoxhədlinin vuruqlara ayrılması mövzusudur. Əvvəlcə çoxhədlinin vuruqlara ayrılmasının mahiyyəti ilə yaxından tanış olaq, çünki biz bir işin nədən ibarət olduğunu bilmədən o iş üzərində işləyə bilmərik. Deməli, çoxhədlinin vuruqlara ayrılması bizə verilmiş bir çoxhədlinin iki və yaxud da daha artıq çoxhədlinin hasili şəklində göstərilməsidir. Bu mövzuda bir çox misal tipi ilə qarşılaşacağıq, amma bunların heç birinə xüsusi bir düstur olsun, qayda olsun yoxdur. Bunun üçün indiyə qədər öyrənmiş olduğumuz, bundan əvvəlki mövzuda öyrənmiş olduğumuz müxtəsər vurma düsturları, daha əvvəl öyrəndiyimiz qruplaşdırma üsulu olsun, ondan sonra ortaq vuruğu mötərizə xaricinə çıxartmaq olsun və s. bunlardan istifadə eləyəcəyik. Ona görə də istəyirəm ki, test toplusundan bir neçə misal yazım, onların həllini sizlərə göstərim. Deməli, misalımızın biri olsun bu şəkildə. Deməli, necədir? X plus Y çıxılsın Z-in mötərizə kvadratı çıxılsın X minus Y plus Z-in mötərizə kvadratı. Baxın, bu ifadəyə A, bu ifadəyə B şəklində baxsam, A kvadrat çıxılsın B kvadrat düsturuna bənzəyəcək. Və mən bunu həmin düstur şəklində də vuruqlara ayırmaq istəyirəm. Məsələn, necə idi A kvadrat minus B kvadrat? A plus B vurulsun A minus B. Burada A-nı əvəz edir. X plus Y çıxılsın Z. Üzərinə gəlinsin. X minus Y plus Z vurulsun A-nın əvəzinə duran. Yəni, bunları ayrıca qruplaşdırın bu formada. Daha sonra mötərizə daxilində ayırarıq. Deməli, daha sonra olacaq X plus Y minus Z çıxılsın X minus Y plus Z. İndi gəlin mötərizələrimizi açaq və mötərizə daxilindəki ifadələrimizi sadələşdirək. Birinci olacaq, deməli, 2x, biri plus, biri minus olduğu üçün bunlar gedəcək, biri plus, biri minus olduğu üçün də buradan z-lər gedəcək. Birinci mötərizəmiz oldu sadəcə 2x. İkinci mötərizəyə baxıram. İkinci mötərizədə qarşıdakı bu mənfi mötərizə daxilindəki ifadələrin qiymətini dəyişəcəyi üçün əvvəlcə açılışı yazmaq istəyirəm. X çıxılsın Y çıxılsın Z, daha doğrusu X üstə gəlsin, Y çıxılsın Z. Olacaq bura çıxılsın X, üzərinə gəlinsin Y, çıxılsın Z. Baxın, buradan isə X-lar getdi. Qaldı nə? Bu 2x-i yazıram. Bu mötərizənin daxilində qaldı 2y, çıxılsın 2z. Buradan 2-ni bir daha mötərizə xaricinə çıxarsam, olacaq 4x vurulsun y minus z. Baxın, bu olacaq. Bu çoxhədlimizin vuruqlara ayrılışı olacaq bu şəkildə. Bunları bir neçə adla adlandırmaq olar. Məsələn, qruplaşdırma üsulu, müxtəsər vurma düsturlarının köməyi ilə və digər üzr istəyirəm və digər bir üsul olan ortaq vuruğun mötərizə xaricinə çıxarılması üsulu. Gəlin hər birinə aid bir neçə nümunəyə baxaq. Bunları belə özəl olaraq adları ilə əzbərləyib yadda saxlamağa ehtiyac yox. Sadəcə gördükdə bir-birindən fərqləndirə bilsəniz kifayət edər. Məsələn, belə bir şey yazmaq istəyirəm. Olsun 4y bu olmasın. 4x kvadrat y yazım. Plus 5x y-in də kubu olsun. Buradan baxın, hər ikisində x, y olduğuna görə x, y çıxardıram mötərizənin xaricinə. Qalacaq içəridə 4x plus buradan da 5y-in kvadratı. Bu formada. Bu ortaq vuruğun mötərizə xaricinə çıxarılması şəklində bir vuruqlara ayırma oldu. Əlavə olaraq bir də yazmaq istəyirəm qruplaşdırma üsuluna aid bir nümunə. Hərəsindən bir dənəni ardıcıl yazıram ki, daha rahat görə biləsiniz. Məsələn, olsun 4x y-in kvadratı plus 3x y-in kvadratı. Üzərinə gəlinsin 2y kvadrat
plus 6x kvadrat y kvadrat şəklində bir ifadəni yazıb bunu buruqlarına ayırmaq istəyirəm. Baxın, burada qruplaşdıracağım bununla bunu və bununla da bunu. Altlarında eyni işarə olanları bir-biri ilə qruplaşdırıram. Deməli, 4xy kvadratdan mən çıxartmaq istəyirəm 2y kvadratı. Burada qalacaq 2x, 2y kvadratın isə yerində qalacaq 1. Sonra bu 3xy kvadratla 6x kvadrat y kvadratdan da 3xy çıxartmaq istəyirəm. 3-ün yerində qalacaq 1, 6x kvadrat y-in yerində qalacaq 2x. Baxın, yəni toplananların yeri dəyişik olsa belə bilirik ki, cəm dəyişmir. Bunlar eyni ifadələrdir. Bunların hər ikisindən 1 plus x-i və yaxud da 2x plus 1-i yenidən mötərizə xaricinə çıxartmaq istəyirəm. Qalacaq içəridə 2y plus 3x plus 3x vurulsun y. Buradan əgər istəsəz, yenidən bu y-i mötərizə xaricinə çıxardıb, y vurulsun 2x plus 1, bu da vurulsun, deməli 20 eyb yox, az qaldı. Burada olacaq 2 plus 3x şəklində bir ifadə. Müxtəsər vurma düsturlarının köməyi ilə birinci yazdığımda elə buna aid idi. Kitabdan yazdığım izah. Bir dənəsini də yazmaq istəyirəm. Daha aydın olması üçün. Deməli, yazacağım nəyi? 4y kvadrat üzərinə gəlinsin 8xy, üzərinə gəlinsin 4x-in kvadratı. Deməli, burada baxın, buna a desəm, buna b desəm, a kvadrat plus 2ab plus b kvadrat şəklində bir ifadə olacaq və bu da a plus b kvadratın açılışı olacaq. Ona görə yazıram. 4y kvadrat 2y-in kvadratı olduğundan bunu, hər biri toplam olduğuna görə deməli plusuymuş. 4x kvadrat da olacaq 2y-in, daha doğrusu 2x-in mötərizə kvadrat. Bu da bu şəkildə. Lap istəsəz buradan 2-ni yenidən çıxartmaq və sadələşdirmək olar. Məsələn, bu formada yaza bilərəm. X plus y yazıb, mötərizə kvadratı yazsam olacaq. 4 vurulsun x plus y-in mötərizə kvadratı. Belə də yaza bilərsiniz. İlk halı ilə də saxlaya bilərsiniz. Hər birində cavab doğrudur. Əlavə olaraq kitabdan bir neçə sual yazmaqla davam eləmək istəyirəm. Məsələn, test toplusunda belə bir sual var idi. 9a çıxılsın a-nın kubundan. Əvvəlcə a kubunu mötərizə xaricinə çıxartmaq istəyirəm. A kubunu çıxardıram mötərizə xaricinə. Olacaq 9 çıxılsın a-nın kvadratı. Baxın, nə gözəl bir şey oldu. Bu nədir? 3-ün kvadratı. Bu da göründüyü kimi a-nın kvadratıdır. Gəlirəm, yazıram. Qarşıdakı a qalacaq öz yerində. Mötərizə daxilində olacaq 3 plus a, 3 minus a. Baxın, bu qədər sadə bir ayrılış oldu. Bundan əlavə olaraq yenə topludan x minus 1-in kubu çıxılsın x plus 1-in kubu şəklində bir ifadə var və bunu ayırmaq istəyirəm. Baxın, buna a, buna b kimi baxsam, a kub minus b kubun qaydası ilə rahatca yaza bilərəm. Deməli, a minus b kub necə idi? X minus 1 minus x plus 1-dir, qarşıdakı mənfiyə görə dəyişəcək. Sonra x minus 1-in kvadratı üzərinə gəlinsin x minus 1, x plus 1. Bunun da üzərinə gəlinsin x plus 1-in kvadratı. Gəlin sadələşmələrimizi aparaq. Deməli, birinci halda x-lar gedir, qarşıda sadəcə olaraq qalır mənfi 2. Növbəti səhifədən yazacağım. Bir saniyə. Oldu deməli, mənfi 2 vurulsun. X minus 1-in kvadratı. X kvadrat minus 2x plus 1. Sonra var idi, üzərinə gəlsin x kvadrat minus 1. Daha sonra gəlir x plus 1-in kvadratı, yəni x kvadrat plus 2x plus 1 bərabərdir. Gəlirəm, buradan sadələşmələrimi aparıram. 1-i minus, 1-i plus olduğu üçün bunlar getdi.
x kvadratlar olur. 3 dənə mənfi içini qarşıya yazıram. 3x kvadrat. Daha sonra biri mənfi, biri müsbət olduğu üçün bunlar getdi. 3x kvadrat plus 1 qaldı. Bu da bizim bu ifadəmizin sadələşmiş forması. Əlavə olaraq yaza bilərik nəyi? Belə bir yazılış var topluda. Yenə onu da qeyd edeyim. Biraz uzundur, göz qorxudur. Qorxulacaq bir şey olmadığını göstərmək istəyirəm. Plus 3 üstü n vurulsun x üstü n üzərinə gəlinsin 3 üstü 2n. Daha sonra x üstü n minus 3 üstü n. Ondan sonra x üstü 3n plus 3 üstü bir saniye bu 3n yuxarıdaydı. Plus x üstü x değil 3 üstü 3n. Deməli bunu nə edə bilərik? Baxıram ki, bax bu yazılış, bu ilk sıradakı yazılış. X üstü 3n çıxılsın 3 üstü 3n'in açılışıdır. Mən əgər x üstü n'ə bir a desəm, buna isə bir b desəm, olacaq bu a kvadrat, x üstü n olacaq ab, burada olacaq b kvadrat. Baxın a minus b, burada isə bu formada bir yazılış. A kvadrat üzərinə gəlsin. AB plus B kvadrat. Bu göründüyü kimi x üstü n x üstü 3n çıxılsın 3 üstü 3n'in açılışıymış. Burada da var x üstü 3n plus 3 üstü 3n. Eyni şeyin bir mənfi, bir müsbət olduğu üçün bunu yazmıram, yerimiz yoxdur. Qısada yerləşməyəcək. Deməli, bunu bu şəkildə yazsam olacaq. X-in üstü 6n çıxılsın 3-ün üstü 6n şəklində bir ifadə. Bura belə. Əlavə sadələşmələrə ehtiyac yoxdur. Elə bu formada da qalacaq. Əlavə olaraq bir neçəsini daha yazmaq istəyirəm. Bir saniyə. Məsələn, belə bir sual nümunəsi daha yazdım sizlər üçün. X kvadrat y minus 1 çıxılsın y kvadrat vurulsun x minus 1 şəklində bir ifadə olsun. Deməli, buradan mən hər ikisini vurub açacağım. Ən sadə, ən qısa yol bu kimi görünür. X kvadrat y çıxılsın x kvadrat çıxılsın y kvadrat x çıxılsın y-in kvadratı. Gəlirəm, qruplaşdırmalarımı aparıram necə? Məsələn, bu ikisini bir qruplaşdırsam, x kvadrat y ilə y kvadrat x-i də bir qruplaşdırsam, buradan çıxardıram x, y-i mötərizə xaricinə. Qalacaq x minus y. Ay, nə oldu? Deməli, x minus y. Daha sonra buradan bu plus, bunu səhv yazmışam. Buradan da mənfini mötərizə xaricinə çıxarsam x kvadrat çıxılsın y kvadrat olur. Bu da x minus y, x plus y şəklində bir ifadə olacaq. Deməli, baxıram ki, x minus y-lər yenidən təkrarlandı. X minus y-i bir daha mötərizə xaricinə çıxardıram. Olacaq x, y çıxılsın, x çıxılsın, y şəklində bir ifadə. Bu da beləcə olduğu kimi qalır. Cavabımız isə bu formadadır. Əlavə olaraq bir neçə misal nümunəsinə daha baxaq. Məsələn, bu formada a üstü 4 plus 6a kub minus 54a çıxılsın 81 şəklində bir ifadədir və bizdən bunu vurğulara ayırmağımızı istəyir. Mən qruplaşdırma apararkən a üstü 4-ü 81 ilə, 6a kubunu isə 54a ilə qruplaşdırmaq istəyirəm. Deməli, buradan a kvadratın kvadratı kimi baxsam, a üstü 4-ə olacaq a kvadrat çıxılsın 81 də 9-un kvadratı olduğundan a kvadrat çıxılsın 99,
A kvadrat üzərinə gəlinsin 9 şəklində olacaq. Bu ikisindən isə mənfi 6-nı mötərizə xaricinə çıxarsam, ya da müsbət 6-nı çıxardacam. Niyəsini birazdan görəcəksiniz. Müsbət 6 A-nı çıxardım mötərizə xaricinə olacaq. A kvadrat çıxılsın 9. Vurub açanda doğru bərabərlik alınması üçün çıxılsın yazacağım. Buradan çıxılsın 9 yenidən təkrarlandığı üçün yazıram. A kvadrat çıxılsın 9. Qaldı nə? A kvadrat plus 9 plus 6A. Baxın, bu ifadə A plus 3-ün mötərizə kvadratının açılışıdır. Gəlirəm, mən olduğu kimi yazıram. Deməli, A kvadrat minus 9 öz yerində. Bu da olacaq A plus 3-ün mötərizə kvadratı. Bir sadələşdirmə daha aparmaq istəyirəm. Mən buna A plus 3, A minus 3 kimi baxsam. A plus 3 buradadır və vurulsun bir dənə də burada var. Bu olacaq A plus 3-ün kubu vurulsun A minus 3 şəklində bir ifadə. Bu da belə. Bundan əlavə, baxım, başqa yazılmağa ehtiyac olan bir şeylər varmı? Məncə hər birini yazdım. Belə bir misal çıxdı qarşıma, bunu da yazdım. Deməli, bizə deyir ki, 2x kvadrat plus 6x plus m-in deyir ki, vuruqlarından biri 2x plus 1 olsun. Birinə bunu deyək, birinə də deyək A-dır. Bu A-nı tapmaq üçün mən çoxhədlini çoxhədliyə böləcəm. A-dı bildiyimiz qayda ilə bölürəm. X kvadrat plus 6x plus m şəklində. Buna deyilir çoxhədlinin çoxhədliyə bölünməsi. 2x plus 1. Baxıram ki, bura 2x kvadratdır. Burada yalnızca x yazsam kifayət eləyir. 2x kvadrat plus x. Tərəf-tərəfə çıxsam qalır 5x plus m. Yəni, bu 2 hədli olduğu üçün 5x-i bölmək olmayacaq. Ona görə m-i də gətirirəm. Deməli, 2x-i 5-ə tamamlamaq üçün plus 2 tam onda 5-ə vuracam. Olacaq nə? Deməli, olur 5x plus 2 tam onda 5. Deməli, buranın çıxıram etinə qalmır. Burada m çıxılsın 2 tam onda 5 qalır. Əgər bu ifadə, yəni 2x plus 1 ifadəsi bu çoxhədlinin vuruqlarından biridirsə, qalıq qalmamalıdır. Deməli, m-dən 2 tam onda 5 çıxanda mənim cavabım olmalıdır 0. Buradan da avtomatik alıram ki, m bərabərdir 2 tam onda 5 şəklində yazılır. Çoxhədlinin vuruqlara ayrılmasına məncə bu qədər kifayət eləyir. Bundan sonra ədədi ifadələrin vuruqlara ayırma üsulu ilə hesablanması olacaq. Orada da ki, yəni burada necə vuruqlara ayırma üsuludur, qruplaşdırma olsun, ondan sonra müxtəsər vurma düsturlarının köməyi ilə vuruqlara ayırma olsun. Eyni qayda ilə vuruqlara ayırırsınız, ifadələri yerinə yazıb tapacaqsınız. Mən əlavə olaraq bir dənə də ondan yazmaq istəyirəm. Məsələn, yenə topuldan bir sual yazacağım. Deməli, verilib bizə 144-də 43-ün kvadratı. Çıxılsın 72-də 43 vurulsun 31 üzərinə gəlinsin 144-də 31-in kvadratı. Baxın, bunları ortaq məxrəcə gətirsəm, hər biri 144 edir. Sadəcə buranı 2-yə vurmaq lazımdır. Yenidən sadələşdirirəm. 144-də 43-ün kvadratı. Hamısı elə bir kvadrat olduğuna görə, ortaq bir məxrəc olduğuna görə eyni kökdə yazacağam. Bura 144. 43-ün kvadratı çıxılsın, 2 vurulsun 43, vurulsun 31, üzərinə gəlinsin 31-in kvadratı da olduğu kimi qalır. Bərabərdir bu olduğu kimi. Yenə 144-ü yazıram. Baxın bura 43 çıxılsın 31-in mötərizə kvadratının açılışıdır, deyilmi bu? 43-ün kvadratı çıxılsın 2 vurulsun 43 vurulsun 31, üzərinə gəlsin 31-in kvadratı. Mən də olduğu kimi yazacağım. 43 çıxılsın 31-in mötərizə kvadratı. Baxıram, burada eləyəcək mənim cavabım 12. 12-nin kvadratı 144. 144-ü də bölürəm 144-də, cavabım eləyəcək 1. Baxın, digərlər də bunun kimidir. Yenə çətinlik çəkəcəyiniz hər hansı bir mövzu olarsa, mən burada, siz burada, kitab burada çəkinmədən suallarınızı verərsiniz, bir yerdə işləyərik. Hələlik sağ olun, salamat qalın.